Ya Rəbb, sən çarmıqda öz sözünü demisən, şəfanı o çarmıqda vermisən bizə. Amma biz iman eləməliyik. İman da eşitməkdən irəli gəlir. Ya Rəbbim, eşitmək də kəlamları oxumaqdan. Rəbbim, kəlamları oxuyaraq biz imanımızı gücləndirə bilərik. Ya Rəbb, ya İsa Məsih, sən o qədər möcüzələri yaratdın ki, ya Rəbbim, sən hər hansı bir sözlə ifadə eləyə bilmərik, ya Rəbbim. Xəstələri sağaltdın, acıları doydurdun, insanları hər pislikdən xilas elədin. Ya Rəbbim, sən çünki dünya yaranan bir gündən sən var idin və bu dünyanı yaratmışdın. Ya Rəbbim, sənin imanın qarşısında, sənin möcüzələrin qarşısında baş əyirəm, ya Rəbb. Yalvarıram sənə möhtəşəmliyin qarşısında, acizanə bir formada, ya Rəbbim, şükür eləyirəm. Şükür eləyirəm ki, nə yaxşı bizi seçmisən, ya Rəbbim. Ya Rəbb, uzat o uzun əllərini, o güclü qüdrətli əllərini. Ya Rəbb, qoy biz bir-birimizə söhbət eləyən zaman kəlamlar vasitəsilə danışa bilək. Bax, beləcə İsa Məsih necə misallar çəkirdi. Bax, eləcə misallarla kəlamları bir-birimizə izah eləyə bilək, aydınlaşdıra bilək, həyatımıza onu yönəldə bilək, ya Rəbbim. Ya Rəbb, hər birimiz günahkar bir formada sənin qarşına gələ bilək. Səmimi qəlbdən, Rəbbim məni bağışla. Rəbbim məni bağışla, mən burada səhv düşündüm. Rəbbim məni bağışla, mən burada düz danışmadım. Ya Rəbbim, mən kiməsə haqqındasa bu sözü yalan dedim. Bu hərəkəti yalan elədim. Mən burada bunu danışmamalıydım. Çünki mən Rəbbin balasıyam. Mənim səhv eləməyə ixtiyarım yoxdur. Ya Rəbbim, mən indi başa düşmüşəm, iman ondan ibarətdir ki, sən hər bir kəsin qarşısında susmalısan, ya Rəbbim. Susaraq ona başa salmalısan. Bu böyük bir mütilik tələb edir. Bu böyük bir səbir tələb edir. Bu böyük bir inam tələb edir ki, biz sussaq sən bizim yerimizə danışırsan, ya Rəbb. Ya Rəbbim, bütün Azərbaycanın üzərinə ruhunu yağdır. Qoy bu dağılan ailələr, bu problemli ailələr, ya Rəbb. Statistika deyir ki, 60% boşanma var, ya Rəbbim. Bu nədən irəli gəlir, Rəbb Allah? Bu səni tanımamaqdan. Hamı sənin kəlamına uyğun hərəkət eləsə, boşanma niyə olsun ki, ya Rəbb? Kişi yerində, qadın yerində kəlamları bilsə, onunla hərəkət eləsə, heç kəsi incitməz. Əgər incitsə belə anında qarşısına gəlib üzr istəyə bilər, bağışla məni deyə bilər. İnsanlar səni tanımadığına görə hər bir pisliyi eləməyə hazırdır ki, oradan qalib çıxsın öz aləmində. Amma heç kəs də qalib çıxmır, ya Rəbb. Ailələr dağılan zaman hamı uduzur, hər iki tərəf uduzur, ya Rəbbim. Uşaqlar ortada daha da çox uduzur. Rəbbim, qoy sənin ruhun axın gəlsin bütün Azərbaycan üzərində, Azərbaycanda qurulan ailələrin üzərinə. Ruhun o yerdə hərəkətə keçsin. Ruhun öz tənzimini qoysun o yerdə. Qoy hamı səni anlasın. Ya Rəbb, heç kəs birinci olmaq iqtidarına düşməsin. İsa'nın ismi ilə, İsa'nın diri adı ilə, Rəbbim, müjdən sel kimi yayılsın ki, hamı bunu anlasın. Ya Rəbbim, ya Rəbb, ya İsa Məsih, hara baxırsan göz yaşıdır, hara baxırsan xəstəlikdir, hara baxırsan ailə problemidir, hara baxırsan qaynana gəlin problemidir, ata oğul problemidir, ya Rəbbim. Hamının üzərində işlə. Yalvarıram sənə daha tez seç insanları. Qoy sənin adın eşidilən kimi insanlar ayaq saxlasınlar
Bu qarşındakı insan mənə nəyi çatdırmaq istəyir? Bəlkə mən burdan nəsə ala bilərəm. Ya Rəbbim, insanların içinə toxun, qəlbinə toxun, zehninə, düşüncəsinə toxun, hamısını dəyiş, özünə tərəf yönəlt. Qoyma gənclik məhv olsun. Ya Rəbbim, dünya, ölkə gəncliyin ayaqları üzərində durur. Qoyma gənclər səhv addım atsın. Bu narkomaniya ruhunu, bu içki ruhunu, siqaret ruhunu, pis vərdişlər, zina ruhunu, Ya Rəbbim, böyüyün üzünə ağ olmaq ruhunu, özünü göstərmək, özünü kiməsə sübut eləmək ruhunu sil, təmizlə. Bütün bu insanların üzərindən, içi mən qarışıq, Ya Rəbbim. İnsanlar ayılsın, nəyə xidmət elədiklərini bilsinlər, yalançı ruhları tanısınlar. Ya Rəbb, ya İsa-Məsih, özlüyünü göstər. Ya Rəbbim, ruhun olan yerdə yalançı ruhlar hərəkət edə bilməz. O çarmıxın hökmünü anlasınlar, böyüklüyünü anlasınlar. O çarmıqda asılanın dəyərini anlasınlar. O asılan kimin üçün məhv elədi özünü? Kimin üçün cəhənnəmə düşdü? Onu anlasınlar. Cəhənnəmin o xofunu, o adını, alovunu anlasınlar və gerçəyə doğru üz tutsunlar. Yönlərini həqiqətə, gerçəyə çevirsinlər. Cəhənnəm alovundan xilas olsunlar. Qoy biz o şeyə dəyər verə bilərik ki, Rəbbim, sən o çarmıqda öldün, 3 gün cəhənnəmin diblərində qaldın. Bizim üçün, bizim xilasımız üçün, o alova bizim düşməməyimiz üçün. Ya Rəbbim, biz çox baha qiymətə alınmışıq. Onu heç bir manatla, pulla, qızılla ölçmək mümkün deyil. O sənin qanıdır. Ya Rəbb, əlimizə tikan batan zaman ağrısından bütün bədənimiz göynür. Bəs səni o çarmıqda inildəmədinmi? Ya Rəbbim, sən o çarmıqda ağlamadınmı? Nələr keçirdin sən o yerdə? O ağrını, acını dözdün, amma orası qalxan zaman Ata, onları bağışla. Onlar nə elədiklərini bilmirlər. Ya Rəbb, 2000 il keçib onun üzərindən. Yenə də insanlar nə elədiklərini bilmirlər. Bir çox çətinliklərlə qarşılaşırıq. Bir çox pisliklərlə qarşı-qarşıya dururuq. Nə elədiyimizi bilmək nə böyük mükafatdır. Ya Rəbbim, sən onu bizə vermisən. Ya Rəbb, qoy biz o ruhun altında günü-gündən kamilləşək, möhkəmlənək, bizim üçün hansı bir fidyənin getdiyini anlaya bilək. Bizim üçün o çarmıqda nəyin baş verdiyini bədənimizdə hiss eləyə bilək, duya bilək. O zaman biz səni tanımağa çalışarıq. O zaman biz sənin kəlamlarına yönələ bilərik. O ağrını, o acını bədənimizdə hiss eləsək, sənin o əllərinə vurulan mismarları öz ovuzlarımızın içində hiss eləsək, biz rəhmə gələrik. Mərhəmət hissi ilə dolarıq. O zaman o kəlamlara sarılarıq. Ya Rəbbim, onu həyatımızda tətbiq eləyə bilərik. Hər hansı bir çətin ana düşən zaman orada müdrik çıxa bilərik. Çünki sən müdriksən. Sən müdriksən və bizə öz müdrikliyindən pay vermisən. Ya Rəbbim, şükür olsun sənə, izzət olsun, alqış olsun. Ya Rəbb, bizi öz ruhunda birləşdirdiyin üçün, o ruhundan bizə pay verdiyin üçün, o ruhu bizim içimizə doldurduğun üçün. Ya Rəbbim, sənə həmdlər, izzətlər, alqışlar olsun, Ya Rəbbim.
Ey böyük yaradanım, ey qoruyucum, qayam, qalam, sipərim, hər bir şeyim, İlşadayım, sənə yalvarıram. Nə qədər bacı və qardaşlarım var, hamısını problemləri ilə birlikdə sənin qarşına qaldıram. Qoy onlarda elə bir iman baş versin ki, problemlərə qalx dənizə atıl deyə bilsin. Şeytan, sən mənə heç nə eləyə bilməzsən, mənim bədənimdə Məsihin ruhu var deyə bilsin. O ruh ki, İsa'nı dirildib, o ruh ki, ölünü dirildib, ölülər aləminə qalib gəlib. O ruh mənim bədənimdə yerləşib, sən mənim bədənimə girə bilməzsən, orada heç bir şey törədə bilməzsən. Çünki məndəki ruh səndəki ruhdan qat-qat güclüdür. Çünki mənim əlimdə Məsihin açarı var, o qalibiyyət açarı. Mən xəstə ola bilmərəm, mən xəstəliyi ayaqlarımın altına qoyub ayaqlamışam. İblis, sən mənə yaxın gələ bilməzsən, mən ilanın başını 2000 il bundan əvvəl əzmişəm. Qadından doğulan ilanın başını əzəcək kəlamanda söyləmişəm. Ya Rəbbim, bax bu içimizdə olan bu potensialı hiss eləsək, biz nə xəstə olarıq, bizim nə borcumuz olar. Səhv danışan zaman anında səhvimizi başa düşüb, qarşına gələrək üzr istəyə bilərik, tövbə eləyə bilərik. Biz o çarmıxın gücünü anlamalıyıq. Çarmıx bizə nə demək istəyir? Həyatımızdakı rolu nədən ibarətdir? O çarmıxı gözümüzün önünə gətirərik, orada insanın necə asılmaq, necə onun əlinə mismar vurulmaq bizim üçün. O mismarın yerindən axan qan damcıları. Ya Rəbb, o damcıların bizim üzərimizdə o qədər böyük bir haqqı var ki, çünki səni çarmıxa biz gətirmişik. Biz öz pisliklərimizlə, günahımızla, elədiyimiz dünyəvi oyunlarla, dünyəvi hadisələrlə o çarmıxa səni biz gətirmişik, ya Rəbbim. Bağışla bizi, Ata Tanrı, bağışla bizi. Sən indi bizi o çarmıxın ətrafında birləşdirmisən. Ya Rəbb, bu möhtəşəm yolda bizi mükəmməlləşdir. Qoy bizə sual verilən zaman, qarşımıza bir problem çıxan zaman biz ancaq sənin misallarından istifadə eləyə bilək. İnsanlara fikrimizi çatdıra bilək, sən bizə nə deyirsən? Sən atasan, sən hər şeyi də bilən atasan. Sən insanı pislikdən çıxarda bilən yeganə insansan. Ya Rəbb, sənə insan deyirəm ona görə ki, həqiqətən sən öz oğlumu bizə göndərdin. Sən həm atasan, həm insansan, həm kəlamsan. Sən hər şeysən. Sən bizi xilas eləmək üçün atanı yaratdın, oğlu yaratdın, müqəddəs ruhu yaratdın. Onun üçünü də bizə verdin. Üçü birdir, bir Allah, bir Ata Tanrı. Hamısının bizim ürəyimizdə bir yeri var. Ya Rəbbim, sən nə möhtəşəmsən. Səndən gecə gündüz danışsaq yenə də azdır. Yenə də onun dərinliyini biz izah edə bilmərik. Ya Rəbb, şükür olsun sənə, izzət olsun sənə. Şəfaya ehtiyac olan varsa, işə ehtiyac olan varsa, şəkəri təzyiqi olan, ayaqları ağrıyan, iş axtaran, yol gözləyən, ailə qurmaq istəyən, ya Rəbbim, ərindən pis şeylər eşidən, həyat yoldaşından, oğlundan, qızından naxələf hərəkətlər görən, ya Rəbbim, zina ruhu olan insanlar, içki ruhu olan insanlar, narkoman olan insanlar, ya Rəbbim, baldızdan, qaynanadan, gəlindən çəkən insanlar, hamısını sənin huzuruna qaldırıram, ya Rəbb, qanla möhürlə. O mismar vurulan ovcundan axan o qan,
O damcı-damcı axan qan qoy möhürləsin, həmin insanların hüceyrələrinə qədər işləsin, qan damarlarına, zehninə, ruhuna, ruhuna işləsin, ruhunu azad eləsin, yeniləsin. Ruh müstəmləkədə yaşaya bilməz, çünki ruh azaddır. Müstəmləkədə yaşayan hər bir ruh əzilmişdir, incinmişdir. Sən o əzilmiş, o incinmiş ruhdan bizi xilas eləmək üçün bizi seçmisən, azad eləmisən, ya Rəbbim. Ya Rəbb, sənə şükür olsun, izzət olsun, alqış olsun. O axan qan damcılarınla o problemləri yu, təmizlə. Ya Rəbb, qoy insanlar o qanın möhtəşəmliyini anlasınlar, nəyə qadir olduğunu, gücünü. Bizim həyatımızdakı rolunu anlasınlar. O qan elə belə yerə axmadı. O qan çox ağrılı, acılı, lənət dolu, günah dolu bir qan idi. Ya Rəbbim, ağrılı bir qan idi. Qoy o qan hamının həyatını tənzimləsin. O qan öz möhtəşəmliyini göstərsin. Üzerimizdə hərəkətə keçsin, hər bir səhvimizi yusun, təmizləsin. Sənin qarşında dayananda qoy əsərək, qılçalarımız əsərək yox, səmimi, güvənərək dayana bilək ki, bizi qoruyan Rəbbimiz var əbədiyyətdə, həm bu dünya, həm o dünya. Bizi göylərə qaldıran atamız var, biz müqəddəs ruh var. Biz atanın qarşısında o müqəddəs ruhun doluluğuyla dura bilək. Qoy o müqəddəs ruh bizi atanın qarşısına mükəmməl bir formada apara bilsin. O göylərdəki məskənimiz qoy hazır olsun. Biz ora hazırlaşa bilək. Təkcə bu dünyada yaşamağa yox, göylərdəki o saf, o pak, o müqəddəs məskənlərdə həqiqətən özümüzə yer ala bilək. Ya Rəbb, köməyimizə çat, dadımıza çat. Qoyma bizi o düşmüş mələklər kimi göylərdən yerə inməyə. Qoy elə biz sənin yanında özümüzə balaca da olsa bir yer ala bilək. O göylərin məskənində yerləşə bilək. Saflığımızla, təmizliyimizlə, ya Rəbbim. Bütün bacı və qardaşlarım bax eləcə o göylərdə verilən o məskənə sahib ola bilsinlər. O gözəlliyi, o əbədiyyəti əlimizdən buraxmayaq, ya Rəbbim. Ya Rəbb, yalvarıram sənə. Nə gözəl bir mənzərə canlanır insanın qabağında, gözünün qabağında ki, ruhən elə bil göylərdəsən, orada sənin üçün otaqlar hazırlanıb. Qoy bizim ruhumuz yanında hazırlanmış otaqlara, o məskənlərə daxil ola bilsin. Bizə kömək elə ki, biz o ruhda yaşaya bilək. Bütün pisliklərdən xilas ola bilək. Ya Rəbb, hər bir halımızla qarşına gələ bilək, tövbə eləyə bilək, üzr istəyə bilək, ya Rəbbim. Çünki göylər bizim məskənimizdir demisən. Çünki demisən, mənim adımla nə diləsəniz verəcəyəm, sənin adınla diləyirəm, istəyirəm. Bu qrupdakı bacı və qardaşlarım bütün imanlar göydəki məskənini qoruya bilsin. O sıralarda dura bilək, ya Rəbbim. Heç vaxt o sıranı itirməyək, pozmayaq, ya Rəbbim. Ata, oğul, müqəddəs ruh naminə amin, amin, amin.